Azərbaycanın aparıcı internet provayderlərindən olan Azəronline ölkə üzrə geniş zolaqlı internet sürətinin yüksəldilməsi və yüksək keyfiyyətli bağlantının təmin edilməsi istiqamətində həyata keçirdiyi texnoloji yeniliklər nəticəsində sabit internet xidməti üzrə ölkə lideri olub. Şirkətin şəbəkəsinin modernizasiyası, fiberoptik infrastrukturunun genişləndirilməsi və müasir avadanlıqların tətbiqi real internet sürətinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradıb. İnformasiya kommunikasiya texnologiyaları Agentliyinin rəsmi açıqlamasına əsasən Ookla Speed Test Intelligence platformasının 2025-ci ilin noyabr ayına olan hesabatında Azəronline sabit internet provayderləri arasında ölkədə ən yüksək göstərici ilə birinci yerdə qərarlaşıb. Faktiki ölçmələr Azəronline platformalarında təqdim olunan real sürətin stabil və davamlı olduğunu göstərir. Bununla bərabər gecikmə və yüklənmə göstəriciləri video yayım, onlayn təhsil, bulut əlləri və digər yüksək trafikli rəqəmsal xidmət və proseslər üçün optimal səviyyədə olduğunu təsdiqləyir. Ooklanın Speed Test Global Index hesabatına əsasən 2025-ci ilin noyabrında Azərbaycan ölkələr üzrə orta sürət reytinqində 86,15 MB/saniyə nəticə ilə 85-ci yerdə qərarlaşıb. Bu göstəricinin formalaşmasında Azəronline'ın payı xüsusi vurğulanır. Belə ki, Azəronline'ın təqdim etdiyi 100, 150 və 250 megabit/saniyə tarifləri üzrə aparılan faktiki ölçmələr abunəçilərin əldə etdikləri orta yükləmə sürətinin 168,74 megabit/saniyə təşkil etdiyini göstərir. Qeyd edək ki, Azəronline Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi Onlayn Azərbaycan layihəsində aktiv iştirakı ilə bölgələrdə geniş zolaqlı internetə çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verib. Layihə çərçivəsində şəbəkənin yenilənməsi nəticəsində şirkətin abunəçi bazası 11 dəfədən çox artıb. Azəronline şəbəkənin dayanıqlığının artırılması, sürət göstəricilərinin daha da yüksəldilməsi və yeni nəsil texnologiyaların tətbiqinə yönəlik investisiyalar vasitəsilə Azərbaycanın rəqəmsal ekosisteminin gücləndirilməsi və rəqəmsal inkişafın sürətləndirməsinə töhfə verməyə davam edəcək.